Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəlli Akşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, daimi olaraq belə bir ifadə səslənir. Axot yoxdur, yəni hal yoxdur. Məsələn, bu adətən nədən qaynaqlanır və səbəbləri nələrdir və həll yollarına bağlı söhbətimiz olacaq. Bilirsiniz ki, insan loru dilindən, yəni axotun olmamağı, halsızlıq, bu kimi şeylərə qaynaqlanmanın iki real səbəb var. Və bunlar nələrdir? Bir, ya sizin çevrənizdə sizi daima negativ yükləyən insan var. Bu gün gəlir səni pis edir, çıxır gedir, sabah da yenə eyindən başına gələn şeyləri danışır və nəticədə yorulursan axı sən də insansan da, heyvan deyilsən ki. Bədən nə qədər eyni şeyə gələr mənfi, bir dənə müsbət şey yoxdur. Gəlir başına gələnlər, olan qalan kefin içərisinə belə deyək, pis vəziyyətə qoyub çıxıb gedir. Və nəticədə insan daimi olaraq gün rutini müsbət başlayırsa müsbət, mənfi başlayırsa mənfi gedir. Və ikinci halda ondan ibarətdir ki, ya sizin şəxsi həyatınızda alınmayan və insanın ürəyində, qəlbində olacaq və həyata keçiriləşdirə bilmədiyi müsbətə doğru reallıq, həvəs, məqsəd varsa və onlar gün keçdikcə həyata keçmirsə, insanda ruh düşkünlüyü, halsızlıq, kefsizlik kimi hallar yaranır. Ən azından düşününci məsələni tutaq ki, əlində müəyyən maddi ehtiyatın var, kiçik də olsa da, sənin məqsəd nə olur ki, yayda sən tutaq ki, gələsən şimali maçı oynayaq. Bir dəfə turla toplam opsi planlaşdırılsa, bəzi turlar var ki, aşağı qiymətədir, yəni yuxarı qiymət tələb olunur. 50 manat, 70 manat, lap olsun 100 manat civarında. Əlində bu varsa, sən əgər bundan sonra həqiqətən bütün işlərini gördün, enerjin artdı və reallaşdıra biləcəksənsə, get, bundan qalma. Getməyəcəksən, o sənin pisin olacaq. Və düşünmə ki, maddi ehtiyat yetirsən, zəifsən, artıq sən heç bir əlində ehtiyatın qalmadı. Xeyr, elə deyil. Əgər o məqsədini, əgər o düşüncəndə, ürəyində o şey məsələ reallaşdıra bilmirsənsə, sən daima ruh düşkünlüyü yaşayacaqsan və əlində olan hər hansı bir məqsədi də həyata keçirə bilməyəcəksən. Bir hədəfin də itəcək zamanla. Və yenə bu gün oyandın, yenə axot yoxdur, bir tər söyə-söyə, belə qırğın qiyamətlə durub işə gediləcək və nəticədə o iş də keyfiyyətsiz olacaq və zamanla bəlkə sənin də həmin keyfiyyətsiz işin nəticəsindən qaynaqlanan səbəblər görə işdən çıxarmağını gətirib çıxarıla bilər. Ona görə insan hər zaman pozitiv və gümrah olmaq üçün ya çevrəsində negativ insanları uzaqlaşdırıb bir dəfəlik müsbətə doğru olan 100 insan olsun, bunun toplu olub negativ olmağındansa bir insan olsun, 2 insan olsun, müsbət olsun. Çoxluq, çox vaxt yoxluq deməkdir. Yəni, çoxluğun içərisində bəzən heç bir adam tapa bilmirsən, tutub dərdləşirsən. Və mütləq şəkildə çalışın, pozitiv insanlar saxlayın, negativ insanları uzaqlaşdırın və plus son nəticə olaraq da əgər hər hansı bir məqsədiniz, hədəfiniz varsa, kiçik də olsa o şey müəyyən çərçivə daxilində onu çalışın reallaşdırın ki, hədəflərinizə diqqət vaxt verə bilərsiniz. Deməli, suallarınız olduğu təqdirdə və yaxud bu mövzu ətrafında və digər mövzulardan fikirləriniz olduğu təqdirdə və ya hər hansı bir psixoloji probleminiz varsa, seanslara qoşula bilərsiniz. Bu qədər.